Salam əziz dostlar, bugün sizlərlə birlikdə anamın mənə düzəltdiyi bu dəftəri sizə göstərəcəm. Məryəmin gözəl otağıdır bu mətndə. Mətnimizi oxuyacağıq. Birinci səhifəsindən gəlin oxumağa başlayaq. Bir var imiş, bir yox imiş. Allahın gözəl dünyasında Məryəm adlı 9 yaşında bir qız yaşarmış. Məryəmin çox gözəl bir otağı var idi. Bu otaqda hər cür oyuncaq, kitab və rəsm ləvazimatları var idi. Məryəm otağını çox sevirdi və vaxtını çoxunu orada keçirirdi. Bir gün Məryəmin anası Aliyə xanım ona dedi: "Məryəm, qardaşın Yahya bu gün evə gələcək. Zəhmət olmasa otağını biraz səliqəyə salarsanmı?" Məryəm anasının xahişini yerinə yetirdi və otağını təmizləməyə başladı. Oyuncaqlarını yerinə yığdı, kitablarını rəflərə düzdü və rəsm ləvazimatlarını masanın üstünə qoydu. Məryəm otağını təmizləyib qurtardıqdan sonra pəncərədən çölə baxdı. Gördü ki, Yahya artıq evə gəlir. Məryəm qardaşını qarşılamaq üçün qapıya tərəf qaçdı. Yahya evə gələndə Məryəmin otağının necə səliqəli olduğunu görüb çox təəccübləndi. "Məryəm, bu otağı necə bu qədər səliqəli edə bildin?" deyə soruşdu. Məryəm gülümsəyərək cavab verdi: "Anam xahiş etdi, mən də etdim." Yahya bacısının səliqəli otağından heyran oldu və dedi: "Məryəm, sənlə fəxr edirəm. Sən çox təmizkar və səliqəli bir qızsan." Məryəm qardaşının tərifindən çox sevindi. Axşam yeməyində Məryəmin atası Pərviz bəy də otağın səliqəli olmasından danışdı və Məryəmi təbrik etdi. Məryəm valideynlərinin tərifindən çox xoşhal oldu və bundan sonra da otağının həmişə səliqəli saxlayacağına söz verdi. Məryəm o gündən sonra otağını həmişə təmiz və səliqəli saxladı. O həmçinin qardaşına və valideynlərinə də ev işlərini kömək etməyə başladı. Məryəm böyüdükcə daha da təmizkar və səliqəli bir qız oldu. Onun bu xüsusiyyəti ona həm evdə, həm də məktəbdə uğur qazanmağa kömək etdi. Nəticə. Bu nağıldan belə nəticə çıxarmaq olar ki, təmizlik və səliqə hər bir insan üçün vacibdir. Təmiz və səliqəli bir mühitdə yaşamaq insanı daha xoşbəxt və sağlam edir. Həmçinin ev işlərində ailə üzvlərinin kömək etmək çox vacibdir. Bu ailənin birliyini və həmrəyliyini gücləndirir. Bəli dostlar, mətnimiz bu qədər idi. Sağ olun, gələn videoda görüşənlər. Sağ olun.